Hələ iyun ayı olmasına baxmayaraq qarpız artıq piştaxtalara çıxarılıb. Qarpızın bu dərəcə tez yetişməsi, hətta satışa çıxarılması sağlamlıq üçün təhlükə yaradırmı? Mütəxəssislər bəs nə deyirlər? Bu barədə sujetimiz var. Mən qarpız sezonunu açıram avqust ayında, avqustun ortasından. İndi təhlükəlidir, ona görə yaxın durmuram. Qarpız ümumiyyətlə avqust aylarında biz üstünlük veririk yeməyə. Hələ ki, yəni almamışıq belə. Həmişə avqustdan qarpız sezonu başlayıb. İndi gətirdiklərdən xəbərim yəqin ki, dərmanlıdır. Ümumiyyətlə qarpız sezonu iyulun axırı, avqustun əvvəlindən başlamalıdır. Mütəxəssislər də təsdiqləyir ki, qarpızın normal yetişmə dövrü iyul-avqust aylarına təsadüf edir. Amma görünür, sevimli bostan meyvəsi biraz tələsib ya da tələsdirilib. Yəni, çox dadlı görünsə də qarpızın təbii yollarla yoxsa istixana effekti ilə yetişdirilməsi sual altındadır. Birinci növbədə əgər onların yetişməsində texnoloji proseslər pozulmayıbsa, o heç bir təhlükə yaratmır. Yəni ki, əgər orada hansısa kimyəvi maddələrdən artıq istifadə olunubsa və ya nitratlar istifadə olunubsa, bəli, o hallarda qarpız zəhərlənmə verə bilər. Amma son illərdə Azərbaycanda belə bir hadisə qeydə alınmamış. Sağlamlığa zərər gəlməməsi üçün məhsulun hansı şəraitdə satıldığına və keyfiyyətinə də diqqət yetirmək lazımdır. Bəs təzə qarpızı köhnə ilə necə ayırt etmək olar? Satış yerlərində alıcılar qarpız alarkən onun ölçüsünə, bərkliyinə, saplağına, rənginə mütləq diqqət yetirməlidirlər. Qarpızın üzərində sarı ləkələrin müşahidə edilməsi meyvənin torpaqla təmas edildiyini qeydərdir. Qarpızın rənginin parlaq olması, səthinin hamar olması meyvənin yetişdiyinin, lakin rənginin mat və solğun olması isə köhnəliyinin əlaməti kimi qeydə alınır. Hər nə qədər vaxtından tez yetişən qarpızlar dadlı görünsə də, onların necə yetişdiyini bilmədən yemək təhlükəlidir. Lalə Allahverdiyeva, İlxan Axundov, Əntiqə Fərəcova, ASTV xəbər.